O cürbəcür şeylər dedi. Dedi ki, bu bidətdir birinci. Hətta bu məsələlər hakimə dua eləmək və s. Görsən, heç kəs danışmır onlardan. Susublar hamısı. Susublar. Çıxın deyin də, çıxın deyin ki, sən nə danışsın? Salam aleyküm şeyx. Və aleykum salam və rahmetullah bərəkatuhu. Sizin müxaliflərə rəddlərinizdən biri də, hansı ki onlar deyirlər ki, hakimə aşkarda dua etmək olmaz, bu yaltaqlıqdır. Bu barədə siz bir neçəsinə rədd vermişsiniz. Və neçə ildən sonra biri də çıxıb, buna bənzər rədd vermək istəyib və deyir ki, kimsə deyirsə ki, hakimə qarşı dua etmək yaltaqlıqdır, bu səhvdir. Misal olaraq Allah Rəsulü Əbu Cəhlə dua edib, hidayət istəyib, bu onu yaltaqlıq eləməyib ki. Və bunu sizin mövzunuzdakı dövlət başçısının alınan duanın yaltaqlıq olub-olmamağına müqayisə edir, qiyas edir. Elhamdülillah. Sadəcə bilirsiniz, burada sual çıxır, ümumiyyətlə bu müqayisə düzdür, yoxsa yox? Müqayisə düzdür, yoxsa yox? Burada söhbət hakimdən gedir də. Çünki aydındır ki, o adam ki, deyir ki, bu yaltaqlıqdır, o adam birinci sabit deyil bu məsələdə. O cürbəcür şeylər dedi. Dedi ki, bu bidətdir birinci. İkinci, dedi ki, bu yaltaqlıqdır. Sonra dedi ki, bunu aşkarda yox, xəlvətdə eləməlisən. Yəni, bu adamdan cürbəcür rəylər gəldi bu barədə. Görsəni ki, adam bu məsələdə bilmir nə deyir. Özün qorumaq üçün bilmir nə deyir. İstinad edir ki, məsələn, Şeyx Albani belə deyib və ya hətta əgər tutaq ki, hansı alim deyib, onu indiki vaxtı qaldırıb, məhz onu qabartmaq və s. Bu fitnə vaxtı özü də. Biz bilirik ki, bu müsəlman qardaşlar hərəkatı, siyasi hərəkat, ixvanlar, İxvan-ı Müslimin. Onlar əsas hakimiyyə məsələlərini qaldırırlar. Hakimiyyəyə aid hər bir məsələni qaldırırlar. Bu adam görsənin ki, əvvəldən mənhəci bunun düzgün deyil də. Qaldı ki, hakim barədə yaltaqlıqsa, bu özü düzgün söz deyil. Düzgün söz deyil. Çünki hələ bunu deyənlər özləri Mədinədə oxuyublarsa, orada görürdülər ki, orada alimlər, hətta Kəbədə və başqa məscidlərdə hakimə dua eləmək ümumiyyətlə adət alınalıb. Ne üçün ehtiyac var ona görə? Xavariclər çox olan vaxtı, bəzi məsələləri önə gətirmək lazımdır. Ona görə, məsələn, biz görürük, əqidə kitablarında hərdən fiqh məsələləri zikr olunur. Məsələn, məs məsələsi. Xofun üzərindən və ya corabın üzərindən məs çəkmək. O vaxt ki, inkar etdilər, Əhl-i-Sünnə və Cəmaə əqidə mövzularında, əqidə kitablarında bu məsələni qeyd edirlər. Əqidə mövzularının sırasında. Və ümumiyyətlə, belə fikirlər səhvdir və belə fikirlər heç də yaxşı nəticələri gəlib çıxartmır. Bəziləri deyirlər ki, bəs əşir nə olacaq işlə? Belə nə olub, əvvəlinə baxırıq, belə fikirlərdən başlayıb. Və bəziləri isə susur. Məsələn, kimsə fiqhi məsələdə bir dənə səhv eləyir, qaldırır ki, icmaya müxalif və s. Lakin Əhl-i-Sünnənin üsuluna müxalif olan bir məsələdə susur. Hətta deyəndə də deyir ki, bu məşhurdur da, deyiblər də. Demir ki, mən özüm bəli eşitdim bunu. Özü elə məqamda ki, şahidlər olmalıdır mütləq. Çünki bir adam danışanda, iki adam danışanda onlar istifadə edir, görsə o birisilər demir. Bilirdirlər, demirdilər. Ona görə fitnəni elə bir ki, böyüməyinə səbəb oldular əslində. Hətta bu məsələlər hakimə dua eləmək və s. Görsən, heç kəs danışmır onlardan. Susublar hamısı. Susublar. Çıxın deyin də, çıxın deyin ki, sən nə danışsan? Hətta kimisə misal gətirdin, o birinci bir rəy ola bilər. Ancaq o ümumən alimlərin üslubuna uyğun gəlmir. Sən əsası qoy da, nə düzgünlüyü, nə sənin ölkəndəki olan vəziyyətə uyğun rəyi üstün götür. Bunlar hamısı bilirsiniz, oynamaqdır. Aydın da hakimə dua eləmək
əksinə lazımdır. Dua eləmək ümumən sünnədir. Dua eləməyin fəzilətləri var müsəlman üçün. Və hakimə daha çox dua eləmək lazımdır. Çünki hakimin düzəlməyi rəiyyənin düzəlməsidir, yəni ətrafın düzəlməsidir. Bunlar hamısı sadəcə sözlə oynayırlar və danışdıqca özlərini göstərirlər. Bəyan edir. Ona görə qoy danışsınlar. Onlar bir danışırlar və salam da. Amma elhamdülillah onlar danışdıqca açılır hər şey. Hər şey açılır. Və get-gedə aydın olacaq. O şeylər ki, qaranlıq idi nələrsə, Allahın izinlə onlar hamısı heç də qaranlıq qalmır. Hamısı sonra yavaş-yavaş açılır. Hələ öz tərəflərindən. Aydındır. Və bu qədər.